Ay xarab olmağa yer tapdın dağın başında. Ama bura bax ya, bura bax ya. Bura bax ya. Söndü qaldı yolun ortasında. Yolu bağladım. Gəl köməyə, gəl. Help me. Hə, help me də çarəsizlik kimidir demə burada. Adi günlərin biri dostlar, bu haqda birazdan biləcəksiniz. 5-ci hissədir. Biz nə edirik? 82-cinin dilim dolaşdı. İlin Mercedesi ilə biz Almaniya doğru, Avropa doğru yola çıxmışıq ki, maşını gəldiyi yerə qaytaraq. Və biz hazırda Florensiya şəhərindəyik, İtaliyadayıq. Başımıza gəlməyənlər qalmamışdı, amma biz yola yenidən davam edirik. Florensiyanın mərkəzində Rəsulu bu formada atraksiyona mindirdik. Mərkəz çox gözəldir. Bu şəhər mənə Romadan biraz təhlükəsiz gəldi, amma qorxa-qorxa biraz əylənirik, biraz gəzirik, biraz tarixi abidələrdə gəzirik. Rəsula göstərirəm ki, böyüyəndə baxsın, görsün ki, atası onu haralara aparıb. Allah bütün valideynlərinə, övladlarına istədiyi kimi həyat bəxş etməyi nəsib etsin. Duomo kilsəsidir, Florensiyanın Duomo kilsəsidir. Bilirsiniz, Milanda da var. Biraz buranı gəzirik, içəri daxil olmuruq, vaxtımız yoxdur. Bizdə tez bazar gəzintidə ətraflı gəzə bilmirik. Burada da Milanda olduğu kimi kilsənin ətrafında rəssamlar var. Onların rəsminə baxırıq. Və digər görəcəyimiz işlərlə bağlı planlamaq istəyir ki, Rəsul burada bir Lego mağazası gördü, mənim üçün oyuncaq al. Uşaq elə bir 100 kilometrə belə bir dənə maşın aldırır. Yəni belət də, yəni neyniyək? Alırıq və şəhər mərkəzində belə bir restoran tapırıq. Deyir ya, yolda pişirib yeməkdən yorulduq, biraz İtalyan mətbəxinin dadına baxaq. Bədxərclik edirəm, yaman pizza alıram və sonra Rəsul kartof burger yeyir. Hər şey yaxşı, qiymət də pis olmadı. 34 avro normal idi bura görə, mərkəzə görə və Florensiyadan yavaş-yavaş ayrılmaq istəyirik və gəlirik mərkəzi, görürük belə bir növbə. Əvvəl elə bir muzey növbəsidir, amma gördük muzey növbəsi deyil. Buranın məşhur bu formada elə bir qəhvənin içərisinə, elə bir marojnanın, dondurmanın içərisinə espresso əlavə eləyirlər və qatı bir dondurmadır, isti formada o qarışır onunla, super bir dad əmələ gəlir. Adı afagatodur təamın. Bu dondurma deyil, yəni kofe də deyil, ikisinin ortasında bir şeydir. Və gəldik dayanacağa, 10 avro 50 sent dayanacağa pul verdik. Hər şey yaxşı, yavaş-yavaş düzəlləm də gördüyünüz kimi. Pulunu dayanacaqda saxla, başın rahat olsun. Və biz buradan nə edirik dostlar? Milan tərəfə gedirik, amma Milanda qalmayacağıq. Biz Como'ya gedirik. Como gölü ətrafında biraz gəzmək istəyirəm. Pola Televola dedim ki, Como'da mənim üçün qəşəng bir dənə otel təşkil elə. Maşallah peşəkarcasına girişdə dedim təşkil elə, parkinqdə də olsun. Bütün istəklərimiz sağ olsun nəzərə alırlar. Səhifələrin qeyd eləmişəm, baxa bilərsiniz. Motor yağımız da Qalfdandır. Qalf da bizi bu yola qədər gətirdi, çıxartdı. Var olsunlar, minnətdarıq və gəlib pullu yollara çatdıq. İtaliya insafsız pullu yolları ilə insanı yorur, amma eybi yoxdur. 20, 30, 50, təzəvvür 100 avroya qədər pul yola pul vermişik hələ ki. İsti çaydan içirik və biz Como'ya gəlib çatdıq. Təqribi 350-dən də çoxdur, 500-600 kilometr idi. Və gəldik qaldığımız otelə və mən hər dəfə soyuducunu, o 220 verən aparatı götürürəm. Taynağarım, işimiz budur da. O aparat 200 gün enerji saxlayır. Otelimiz də əla, super. Təşəkkür edirəm yenə Polo Travel'a. Hər şey yerində. Gecə olur və deyirik azmışıq, bu vaxtda da nə tapacağıq? Pomidor yumurta pişirirəm, kələ yağından atıram. Mənim öz üsulum var axı. Və qəşəng pomidor yumurta bişirəm. Deyəsiz pomidor yumurta pişirək. Bura bu qədər yol gəldi. Belədir dostlar. Gəzmək lazımdır, çox gəzmək, çox bilmək lazımdır. Yemək həmişə var. Boş-boşuna pulu yeməyi niyə xərcləyək? Öz üslubumla pomidor yumurta, üstünə də biraz Holland pendiri. Rəsul da bu Sonti şirəsindən içir. Burada nar şirəsi var, ondan da içəcəm. Göyçə Süd zavodunun istehsalıdır. Daha doğrusu mənə dəstək olurlar. Var olsunlar. Soltan qardaşı buradan salamlayıram dostlar. Və gecə saat 2-dir. Mən şüşəni dəyişməliyim. Sabaha yağış verib. Şüşəni də ixtiyar qardaşdan götürmüşdüm. Bakıdan gətirmişəm. İlk dəfədir belə iş görməmişəm, amma yoxlayacağım, görüm bacaracağam yoxsa yox. Köhnə o kağızı çıxardırıq, üzlüyü çıxardıram. Çox çətin deyil, amma biraz səbir tələb edir. Bu ortadakı şeyi biraz çətin çıxartdım, o alüminium nikeli və bu formada əlavə edirəm, görəm sala bilmirəm, qapını bağlayıram və o nikeli çıxardandan sonra taxıram yerinə, sıxıram və artıq hazırdır və sökdüklərimi yerinə yığıram. Əla, gecə olur, səhər açılır və otelin səhər yeməyi var. Gedib səhər yeməyimizi yeyəcəyik və biz Como mərkəzində gəzməyəcəyik. Burada Como gölü ətrafında gediləcək villalar, yerlər var. Yəni bizim məşhur bloqerlər də orada nişanlanıb eləyiblər. Yəni Azərbaycanlı çox yaxşı tanıyır Como gölünün. Mən olmuşam, indi ailəvi gəlirəm. Bu yerlərə illər əvvəl dəfələrlə gəlmişəm. İndi elə bir rəsm
Rəsulla, yoldaşımla gəlib buraları kəşf edirəm. Maşına profilaktik qulluq göstərirəm, şüşəni sildən, peçi açıram bu formada krantın. Motor maşallah yaxşıdır, hər şey yerindədir. Yoxladıq, xodladıq və gedirik. Gedirik və çıxırıq biz şəhər ətrafına. Elə bir buradan biz şəhərin kənarındayıq axı. Və yanacaq vururam yenə. Yanacaq. Məni yandırır, dökür. Benzin mənə bezdirdi. Hər dayananda 100 avro. 100-ə təqribi 18-20 litr. Bu Sovet maşınlarının şükürü 10-15 işlədirdi. Niva 16-17 işlədəndə söyürdüm onu. İndi bu da pisdir. İndi neyniyək? Qiymət də bilirsiniz 2 evro civarındadır. Mərkəz hissədir. Buranı keçirik və biz gedəcəyik Komonun göl ətrafına. Gölü axtarırıq. Artıq gölü tapdıq. Gölü tapan kimi də dayanırıq. İndi gölü seyr eləyəcəyik. Göl də nə göl? Biraz da hava dumanlıdır. Allaha dua edirik ki, yağış yağmasın. Gəldik Komonun göl ətrafına dostlar. Bura Komonun mərkəz hissəsidir. Amma Komo gölü deyilən yerin mərkəzi var. İndi ora doğru gedirik. Bu qoca mərkəzindən. Nə deyim? İndi üzəcəyik. Gördüyünüz kimi çox gözəl bir mənzərədir. Möhtəşəm bir yerdir. Alp dağlarının ətrafı. Bu tərəflər İsveçrədir. Çox gözəl, çox əla. Hava biraz buludludur. Amma problem yoxdur. Biz yolumuza davam edirik. Maşınımız da maşallah. Davam edirik yolumuza, gedirik. Bu gözəl görüntüləri sizə təqdim edirəm. Biraz duman olmasaydı, göl aydın, tam gözəl, tam başqa görünür. Mən burada Moskvizlə də getmişdim də bu yolu. Onda da gəzmişdim buraları, amma bu qədər dərinliyə getməmişdim. Qəsəbələri keçə Komonun ən görməli yerlərinə gedirik. Burada top 5 villa var dostlar. O villalara geçsəz bəs eləyər. Yəni Villa Carlotta'dır, Villa Melzi'dir, sonra Kipersi'dir. Bura pulludur buralara giriş. Amma gəlmişsinizsə Komoya mütləq bu villalara gedin və mütləq şəhər turu eləyin gəmi ilə. Siz şəhər mərkəzindən bura gəmi ilə də gələ bilərsiniz, feribotlarla. Maşını park etdik, Rəsul da düşdü, çətiri verdim, yavaş-yavaş yağış yağmaq istəyir. Tayniyyə, bəxtimiz belə gətirdi. Saatı 3 avrodan artıqlaması ilə ödənişini etdim və çeki qoyuram şitin üstünə. İtaliyadan salamat çıxmalıyam, ona görə özüm öldürürəm. Və indi gəmi turu etmək istəyirik. Şəhərdə bu formada restoranlar var. Burada qəşəng normal qiymətə pizza yeyə bilərsiniz. Mütləq gəlmisinizsə yeyin, biz də yeyəcəyik və bu gözəl mənzərəli yerlərlə gəzə gəlirik bu liman tərəfə. Burada gəzinti eləmək istəyirik. Görürük dumanda nə ehtiyac var. Bir də görürük ki, Villa Carlotta'nın elə yanındayıq və gəlirəm adam başı 15 avro verirəm. Rəsula pulsuzdur. 30 avro verdim, 60 manata indi biz buranı görəcəyik. Bu Villa Carlotta gözəl bir yerdir. Böyük bir hissədir və 17-ci əsrin sonlarında tikintisinin 1690-cı ildə başlanılıb. Qədim bir tikilidir, amma görün buranın nə boyda həyatı var, nə gözəl yerdir və ümumi Komo bahalı villaları ilə, buradakı mənzillər çox bahadır. Tarixən belə seçilib, o villalar hərəsi zamanında müxtəlif insanların olub və sonda 1801-ci ildə buranı Samariva adlı banker alıb və buranı qalereya eləyib. Gördüyünüz bu eksponatlar hamısı qiymətli eksponatlardır və 20-ci əsrin əvvəllərində 1-ci Dünya müharibəsi dövründə burada keçib dövlətin balansına və İtalyan hökuməti buranı bu formada sərgi salonuna çevirilib. Burada qonaq otan mebelli hissələr olacaq. İndi onları da sizə göstərəcəyik. Yəni o dövrün həyat tərzi, aristokrat həyat tərzi nə formada olubsa bu villada nümayiş olunur. Yəni gəlmisinizsə bu villanı bu formada gəzə bilərsiniz və burada müxtəlif fərqli şəkillər çəkdirə bilərsiniz. Göl mənzərəli məkandır deyə. Burada görürsünüz restavrasiya işi də gedir hazırda. Mənzərə də bu formadadır. Dumanlıdır yenə deyim, amma buranın mənzərəsi çox gözəldir. Buralara gəlmisinizsə, gedib mərkəzdə şəkil çəkdirirsiniz, onu eləyirsiniz, bunu yeyirsiniz. Tarixi yerlərə də getmək lazımdır. Mən əvvəllər tarixi yerlərə çox gəzirdim, göstərirdim. Gördüm ki, vloqları baxan yoxdur. İnsanlar çox tarix bilmək istəmir. Ona görə də mən yüngül tarix haqqında danışıram. Oğluma da göstərirəm, yoldaşımla da gəzirik. O vaxtın qonaq otağı mebelləri, nə bilim, qabı, qacağı, rəsm əsəri haqqında Rəsula danışıram. Gedirəm orada heç nə gəldi deyirəm kadra görə. Və Rəsul qalifin çətiri ilə özünü yağışdan qoruyur və belə bir restoran görüb. Bayaqdan qaralamışdım bu restoranı və gəldik bura və İtalyan pizzası zakaz eləyirik, margarita eləyirik. O qədər dadlı idi ki, o qədər gözəl idi ki, çox möhtəşəm idi. Özüm iştahlandım bu dəqiqə. Rəsul da kartofun yeyir, Rəsul da ancaq kartof yeyir. Və Komodan ayrılmaq qərarına gəldik. Hava dumanlıdır, yağışlıdır, çiskindir. Biraz gəzəcəkdik, digər villalar var, orada gedəcəkdik, amma fikrimizdən daşındıq.
yola davam edirik. Çünki gəmi turu da eləmək mümkün deyil. Heç bir mənzərə görməyəcəyik. Komod gözəl yerdir. İnşallah yayda yenə gələrik. Hə, Rəsul, xoşuna gəldi? Hə. Yaxşıdır bura. Ödənişimizi eləyirik və biz Komodan ayrılırıq dostlar. Komo, İtaliya, sağ ol. İtaliya, mən başıma oyun gətirdin. Əşyalarım, pulum, pasportum getdi. Amma xatirəmdə belə də orta qaldı. Fəri qalmadın, amma pis döysən. Və İsveçrəyə kesirik. Az məsafə gəlirik. Buradan 35-40 kilometr getdi və İsveçrədəyik. İndi ətraflı növbəti vloqda olacaq. Başıma nələr gəldi, nələr. Bura baxın dostlar, gəldik, yol bağlıdır. Saat 6-dır. Yol bağlı. Belə bir mənzərəli yerdə. Bilmirəm, hansı yoldan istifadə edəcəyik bilmirəm. Qəribə. Tixsiti, bu da xarab olmalı yer tapdı. Gedir, sönür. Söndü bu da. Ay, xarab olmağa yer tapdın dağın başında. Buranın olsun xodlamış. Tix itib də. Söndü. Kilsənin başı var. Yol bağlı, hava soyuq. Bilmirəm, bir də xotlayaq bunu, bilmirəm, nə qarım, bunu indi söküb eləmək, adamın əli donur burada. Ama bura bax ya, bura bax ya, bura bax ya, söndü qaldı yolun ortasında. Yolu bağladım. Gəl köməyə, gəl, help me.